Tapdım, tapdım, nə tapdım? 2 mərtəbə monolitli evimiz çıxıb satdığa, gəl keç, Görədildə. Yoldan ikinci evdir. Çox içəriyə girmirsiniz, çox içəri. Evin də yanından avtobus düz şəhərə, Azadlıq metrosuna gedir. Deməli, 12 sotun içində, 12 sotun, sənəddə 12-dir. Düz biraz artığı var, amma sənəddə 12 sot. 180 kvadrat metr, 5 otaqlı, hələ bağı bağçası, gəl. Həyətin çəkdiyini göstərdin, bir dənə gəl bağına bağçasına. Üzümü, heyva ağacı. Balaca öz üçün manqalı da var orada. Gəl bura. Bağı bağçası arxadadır, qardaş. Nə istəyirsən var, alma ağacı, al balı, nə bilim, heyva, əncir, nar, çox şey var burada. Bağı bağçası arxadadır. Şəxsi tikili mülk istəyənlər 070 858 31, yəni mənim nömrəmə salın. Bağı bağçası. Suyu da var, qazı da var, işığı da, hamısı qaydasındadır. Su xətti var, hökumət su xətti. Ya buradan da bir dənə evimizin arxasını çək. Kim alsa Allah xeyir versin, qardaş. Qiyməti aşağıdan qeyd eləyəcəm, belə də sözlə 285 min. İtə bax itirir. Balaca bir dənə çubuş da var burada. Çubuş. Görədildə böyüyür. Ya yaman. Balacadır ama yaman. Bax. Qardaş, ərazi də bax, hamısı villalardır. Görədil bağlardır. Dəniz yolunda, düz o Pirşağı trası yoxdur. Oradan ikinci evdir. Bax, o qapını görürsünüz. O qapı, ora kladovkadır. Yəni, oranın evi aidiyyatı yoxdur. Bu addelnidir. Yəni, arxadan girdiniz, ora nə istəyirsə yığ. Təmirlidir. Vaxt itirməyək. Əsas mənə deyib, mən sizə bağı bağçasını göstərdim ki, baxasınız ki, nə boyda bağı bağçası var, hər bir şey, meyvə ağaçları da var. İpotekaya yararlıdır, sənədimiz qaydasındadır. Kim alsa Allah xeyir versin. Nətərdir bağı bağçası? Əla, deyir, əladır, gəl. Amin, amin. Vaxt itirmədən gəlin. Hə, bax, bisetkası. Tut da var. İğdədir bu, hə, iğdə. Armud, qardaş. Armud promoy buradadır. Armuddur bu. Yox, armud oxşar. Bilmədim nədir. Əzgildir də, nə iqan əzgil? Əzgil, qardaş. Güllü, çiçəkli, bağlı, bağçalı. Bura toplu poldur. Buranı cam balkonla bağlaya bilərsiniz, amma ehtiyac yoxdur. Otaqlara baxacağıq. Tələsmədən, yavaş-yavaş, gəl. Sağda mətbəxdir. Mətbəx mebeldə qurulubdur. Evimiz həm isti poldur, həm də kombi radiatorları da var. Qonaq otağıdır. Burada bax, belə bir daşlarla üzlənilibdir. Fikir verirsən. 285 min endirim olacaq, kosmik endirim gözləməyin. 2 sanuzyolu var, biri birinci mərtəbə, biri ikinci mərtəbə. Burada birinci mərtəbənin sanuzyoludur. Bura bax, yataq otağıdır. Qalxaq indi ikinci mərtəbəyə. Hə, 3 dənə də yataq otağımız və balkonumuz. Balkona çıxmayacaq, damaşdiki götürməmişəm. Bax, bu birinci yataq otağıdır. Bura kladovkadır, sanuzyoldur, kladovkadır. Birə baxdıq. Bura boşluqdur. Burada da yəni nəsə divan zad qoyub belə içində nəsə bir şey eləmək olar. Bu ikinci yataq otağıdır. İkinci mərtəbənin sanuzyoludur.
Bu da üçüncü yataq otağı. Bu bağ bağçasına baxan tərəfdir. Pəncərələrin setkaları da var burada. Təqdimat yekunlaşdı. Qiymətini aşağıdan qeyd edəcəm. Balkondur da, yəni balkona damaşdıq götürməmişik deyə. İstəmirəm elə buradan qıraqdan bir dənə çəkər görsədək. Dəniz də görsənir qardaş burada. Dəniz də görünür. Gördünüz yolu düz. Demək olar ki, ikinci evdir. Mənə zəng eləyin 070 858 31 44. Sağ olun.